Deməli, bugünkü dərsimiz alqoritmdir. Məsələnin kompüterdə həlli. Məsələnin kompüterdə həlli hansı ardıcıllıqla olur? Birinci məsələnin qoyuluşu gəlir, daha sonra məsələnin analizi və tədqiqi, həll alqoritminin yaradılması, proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi, testləşdirmə və sazlama, nəticələrin alınması və təhlili. Məsələnin qoyuluşuna baxaq. Məsələnin qoyuluşu nə deməkdir? Məsələni həll etmək üçün ilkin verilənlərin siyahısı olmalıdır. Həmçinin məsələni həll etmək üçün düsturlar olmalıdır. Başlanğıc şərti olmalıdır. Daha sonra məsələnin analizi və tədqiqi, modelin hazırlanması. Məsələnin analizində nə edirik? İlkin mərhələdəki verilənlərin tipinə uyğun olaraq onların strukturu müəyyən edilir. Yəni, düstur verilir, düstura məsələnin şərtinə uyğun olaraq düsturu müəyyən edirik. Hər alqoritmin yaradılmasında da blok sxemlərdən istifadə edirik. Proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın tərtibi nə deməkdir? Əgər biz məsələni kompüterdə həll ediriksə, proqramlaşdırma dilindən onu maşın dilinə çevirmək lazımdır. Bu zaman da nədən istifadə olunur? Translyatordan. Bunun tətbiqi proqram təminatından bilirik. Translyatorun da iki növü var. Kompilyator və interpretator. İnterpretator hissə-hissə çevirir. Kompilyator isə bütövlükdə maşın dilinə çevrilir. Testləşdirmə və sazlama nədir? Testləşdirmə prosesində səhvlər tapılır və aradan qaldırılır. Həmin səhvlərin aradan tapılıb qaldırılması prosesinə sazlama deyilir. Sonda nə edirik? Nəticələri alır və təhlil edirik. Alqoritm anlayışı. Alqoritmin dəqiq riyazi bir tərifi yoxdur. Əslində biz gündəlik həyatımızda da alqoritm istifadə edirik, amma onun alqoritm olduğunu bilmirik. Hər gün səhər tezdən dururuq, İşə gedirik, daha sonra işdən gəlib, dərsiniz varsa dərsinizi oxuyursunuz, tapşırıqlarınızı edirsiniz və ya yemək bişirirsiniz, sonra da yatırsınız. Bu gündəlik olaraq, ardıcıl olaraq hər gün belə davam edirsə, bu nədir? Deməli, bu alqoritmdir. Alqoritm qarşıya qoyulmuş məqsədə çatmaq üçün icraçını təlimatlandıran aydın və dəqiq sonlu sayda addımlar ardıcıllığıdır. Deməli, alqoritm nə olur? Sonlu sayda addımlar ardıcıllığıdır. Əgər testdə düşərsə sonsuz sayda addımlar ardıcıllığıdır, deməli o səhvdir. Alqoritm sonlu sayda addımlar ardıcıllığıdır. Alqoritmin yaranma tarixinə baxaq. Alqoritmin yaranma tarixi 9-cu əsrdə yaşamış özbək riyaziyyatçısı olan Əl-Xarazmin adı ilə bağlıdır. Alqoritmin hansı xassələri var? Alqoritmin 4 xassəsi var. Müəyyənlik, kütləvilik, diskretlik və nəticəvilik. Müəyyənlik xassəsinə baxaq birinci. Müəyyənlik xassəsinə həmçinin determinlik xassəsi də deyilir. Burada açar söz olaraq necə yadda saxlayırsınız bunu? Yəni, alqoritm müəyyənlikdirsə, alqoritm müəyyən olmalıdır, aydın olmalıdır və birmənalı olmalıdır. Kütləvilik xassəsində iki xassə nəzərdə tutulub. Bir, müəyyən məsələlərin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Yəni, belə deyək, bir dənə düstur istifadə edirsinizsə, həmin tipdən olan bütün məsələlərin həlli üçün nə olmalıdır? Həmin düstur yararlı olmalıdır. Bax, kütləvilik xassəsi də o cür başa düşün. Daha sonra alqoritm elə təsvir olunmalıdır ki, hamı ondan istifadə edə bilsin. Nəticəvilik sonluluq xassəsi necədir? Alqoritmi təşkil edən əməliyyatların sayı sonlu sayda olmalıdır ki, sonda nəticəyə gəlib çıxa bilsin. Diskretlik xassəsi nədir? Diskretlik xassəsində hər bir addımı, hər bir mərhələ yerinə yetirildikdən sonra növbəti mərhələ başlayır. Yəni, ikinci mərhələni yerinə yetirməmiş, üçüncü mərhələyə keçmək olmaz. Diskretlikdə deməli, açar söz nə oldu? Addım-addım yerinə yetirilir. Amma determinlikdə, müəyyənlikdə isə deyirik ki, müəyyən olmalıdır, birmənalı olmalıdır. Daha sonra baxırıq alqoritmin təsvir üsullarına. Alqoritmin 4 təsvir üsulu var. Sözlə təsvir, proqramla təsvir, blok sxemlə təsvir, psevdokodla təsvir. İndi danışdığımız nədir? Sözlə təsvirdir. Proqramla təsvir olanda maşında təsvir olunur, kompüterdə təsvir olunur. Psevdokodla isə kodlarla təsvir edir alqoritmi. Ən çox istifadə olunur hansı alqoritmi təsvir üsulundan? Blok sxem təsvir üsulundan. Yəni, blok sxemə aid baxaq. Deməli, bu oval işarə nəyi bildirir? Başlanğıc və sonu bildirir.
Düzbucaqlı hesab blokudur. Hesablama aparırıq. Paralleloqram şəklində olan daxil etmə və xaric etmə blokudur. Rom şəklində olan şərt blokudur. Altıbucaqlı şəkildə olan isə dövr blokudur. Baxın, bu cür şəkli olur çap etmə bloku, alt proqram bloku. Alqoritmin xassələrini bildik, alqoritmin təsvir üsullarını bildik. İndi baxırıq alqoritmin növünə. Alqoritmin 3 növü var. Xətti, budaqlanan və dövrü. Xətti alqoritmində nə şərt olur, nə də ki dövr olur. Sadəcə hesab əməliyyatları ardıcıl olaraq yerinə yetirilir. Heç bir şərt olmur, heç bir dövr olmur. Sadəcə adi hesablamanı yerinə yetiririk. Baxaq budaqlanan alqoritmə. Budaqlanan alqoritmin özünün iki növü var. Tam formalı budaqlanma, bir də nataman formalı budaqlanma. Tam formalı budaqlanmada şərt blokunda hə, yox qolu varsa, hər ikisində hesab olur. Baxın, burada yox qolunda da hesab var, hə qolunda da hesab var. Amma nataman formalı budaqlanmada isə bir qolunda hesab olur, digər qolunda hesab olmur. Yəni hər qolunda varsa, artıq yox qolunda hesablama yoxdursa, bu nə olur? Natamam olur. Hər ikisində varsa, bu tam formalı budaqlanma olur. Aha. Deməli, proqramlaşdırmada dövrü alqoritm nədir? Dövrü alqoritmdə dövrlərin sayı tez-tez təkrarlanırsa, ona dövrü alqoritm deyilir. Dövrü alqoritmində özünün növləri var. Ön şərtli dövr, son şərtli dövr və modifikasiyalı dövr. Ön şərtli dövrdə şərt öndə olur. Son şərtli dövrdə birinci dövrün gövdəsi gəlir, şərt sonda olur. Modifikasiyalı dövrdə isə baxın, altıbucaqlı işarəsindən istifadə olunur. Gəlin belə bir hesablamaya baxaq. Kainat sözü neçə dəfə çap olunacaq? Kainat sözünün neçə dəfə çap olunduğunu tapmaq üçün əvvəlcə bunu həll edək. A-nı verib 2, i-ni verib 4. İndi bu şərtdə yerinə yetiririk. İ-miz neçə idi? 4 böyükdür, bərabərdirmi 6-dan? Bu zaman nə deyirik? Yox. Yoxdursa kainat sözü bir dəfə çap olundu. İ nəyə bərabər olacaq? İ-nin qiyməti 4 idi. 4-ün üstünə 1 gəldim. İ oldu 5. Növbəti dəfə bir dəfə də yoxlayırıq. 5 böyükdür, bərabərdirmi 6-dan? Bu zaman da nə olur? Yox olur. İ bərabər olur. 5-in üstünə 1. İ olur 6. Gəlir 3-cü dəfə də yoxlayırıq. 6 böyükdür, bərabərdirmi 6-dan? Böyükdür işarəsinə görə yoxdur. Bəli. Amma bərabərdir işarəsinə görə. Burada kainat sözü bir dəfə də çap olmuşdu. Onu da yazaq. Böyükdürə görə səhv götürürük. Amma bərabərdir olduğuna görə biz bunu nə deyirik? Deyirik hə və son olur. Deməli, kainat sözü neçə dəfə çap olunacaq? Kainat sözü 2 dəfə çap olunacaq. Aydındır hər kəsə? Bəli, müəllim. Aydındırsa digərinə baxaq. Deməli, bu suala baxaq. Bu sualda S-i bizə nə qədər verib? S-i verib 297. İndi burada S-i taparıq. 297-ni 3-ə bölək. 9 dəfə 27. 9. 9 dəfə. Deməli, nə aldıq? 99. 99 15-dən böyükdür. Və Bəli. hə deyirik. Hə deyiriksə yenə dövr davam edir. Yenə Oxun istiqamətinə əsasən bax gedirik yenə bura. 99-u 99'u 3'e 3-ə bölün. bölərik. Neçə alırıq? 33. 33. 33. Yəni gəlirik Böyükdür, yenə hə 33, gedirik. yenə böyükdür, yenə gedirik, dövr davam edir. 33-ü bölərəm 3-ə, 11. neçə alıram? 11. Yəni gəlirəm burada yoxlayıram. 11. Yox. 11 böyük deyil 15-dən. Bu zaman yox olur və S nə olur? Artıq yox qoluna düşürük. Və 15 S çap olunur. S-in qiyməti nə idi? 11. 11 çap olunur. Aydın da hər kəsə. 11. Qaranlıq qalmadı ki bu sual. Bəli, müəllim. Bəli, müəllim. Digərinə baxaq. Xeyr. Xeyr, müəllim. Bu modifikasiyalı dövrdür. Baxın, modifikasiyalı dövrdə necə olur? Burada 3 dənə qiymət verib. Deməli, i-nin qiyməti nə verib? 2 verib, 10 verib və 3 verib. Burada 2 başlanğıc qiymətdir. 10 bizim son qiymətimizdir. 3 sənədir, 3 irəli addımdır. Deməli, i burada nəyə bərabər olacaq? I bərabər olacaq başlanğıc qiymət 2, daha sonra üstünə 3 gələcək 5,
Üstünə 3 gələcək 7 və üstünə 3 gələcək neçə olacaq? 10. Daha sonra S-in qiymətlərini nə edəcəyik? Son qiymətdən sonra növbəti qiyməti götürə bilmərik. İndi burada yerinə yetirək. S nəyə bərabər olur? S vurulsun i-yə. S-in qiyməti neçədir? 1-dir. I-nin də qiyməti 2-dir. 1-i vurdum 2-yə 2. Növbəti S bərabərdir. 2-ni vuraram. I-nin qiyməti neçədir? 5-ə. Olacaq 10. Yenə S bərabər olacaq. S vurulsun i-yə. 10 vurulsun 7-yə 70. Növbəti S-in qiyməti nəyə bərabər olacaq? 70 vurulsun 10-a. Nə olacaq? 700. Aydındır. Müəllimə, orada i bərabərdir 2 yazdınız. 5, 7, 10. Onu necə tapdınız ki? Deməli, i-nin neyini edirik? Başlanğıc qiymət 2-dir. Başlanğıcın altındakı. Hər dəfə neyini edirik? Üstünə 3 gəlirik. İrəli addımı. Bəli, bəli, bildim. Və neyini edirik? Son Müəllim, qiymətə onu nəzərə almalı deyilik. Almalı deyilik. alqoritmdə nəzərə alarıq. Pythonda nəzərə almarıq son qiyməti. Əgər burada 13 olsa, artıq son qiymətimiz nədir? Son qiymətimiz 13-dür. 13-dən, yəni ondan o tərəfə keçməməlidir. İndi bu suala da baxaq. Deyir ki, aşağıdakı alqoritm yerinə yetirildikdən sonra y dəyişəni hansı qiyməti alacaq? Aşağıdakı alqoritm yerinə yetirildikdən sonra, yəni bu yerinə yetirildikdən sonra sonda y qiyməti nə alacaq? Əgər belə deyirsə, başdan başlayırıq, axıra qədər davam edirik. Amma bu şərtdə nə deyir? Deyir, alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 10 qiyməti almışdır. Nəticədə deyirsə, bax burada hardan başlayacağıq? Sondan başlayacağıq. İndi gəlin əvvəl yuxarıdakını həll edək. Aşağıdakı alqoritm yerinə yetirildikdən sonra y dəyişəni hansı qiyməti alacaq? Yəni bu həll edirik. Həll elədikdən sonra sonda y hansı qiyməti alar? X-im nədir? 15-dir. Y-im nəyə bərabər olacaq? X plus 5-ə. 15 plus 5, y oldu 20. Z nəyə bərabər olur? X-in qiyməti 15 plus 20 bölünsün 4-ə. Bu da bizə verəcək 20-ni. 21. Y də bərabər olur 20 plus 20 minus 12-yə. Nə alırıq burada cavabı? 28. 8. Amma burada nə deyir? Deyir, yerinə yetirilməsi nəticəsində. Nəticədə y qalıb 10. Yəni y hardadır? Y buradadır. Yerinə yetirilib nəticədə. Yəni x plus y bərabər olub 10-a. Buradan x-i tapaq. X nəyə bərabər olur? 10 çıxılsın y. 10 çıx y. Gətirək yerinə qoyaq. 10 çıx y bərabərdir. Y plus 2-yə. 2y bərabərdir 8-də, y bərabərdir 4-ə. Y 4-dürsə gəlib burada yerinə qoyaram. 4 bərabərdir x minus 1-ə, x də bərabər olacaq 5-ə. Aydındır, x istəyirdi, tapdıq x neçədir? 5-dir. Kiməsə qaranlıq qalmadı bu sual. Xeyr. Gəlin ardına baxaq. Bu sualda deyir ki, hasilində təkrarlanmaların sayı nəyə bərabərdir? Təkrarlanmaların sayı nəyə bərabərdir deyirsə, bu nəyi bildirir? Hasil işarəsini bildirir. Bunu necə yerinə yetiririk? 3-dən çıxıram 2-ni, plus 1 gəlirəm. 5-dən çıxıram 3-ü, üzərinə 1 gəlirəm. 2-dən çıxıram 1-i, üzərinə 1 gəlirəm. Aldığım cavabları bir-birinə vuracağım. 2, 3, buradan da alırıq 2. 2 vur 3 vur 2. Neçə verəcək bizə? 6. 6-nı da 2-yə vuranda 12. Təkrarlanmaların hasili nəyə bərabərdir? 12-yə bərabərdir. Müəllimə, orada 3 çıx 2-ni hansıları yazdınız? Yuxarıdan yazdınız, yoxsa aşağıdan? Bax, yuxarıdan yazdım. 3-dən çıxıram 2-ni, üzərinə 1 gəlirəm. Elədi 2. 5-dən 5-dən çıx. Hə, bildim. Bildim mən. 3. Buradan da 2-yə vurdum. Nə aldım? 12. Çox İndi sağ ol. misal 4-də baxaq. Deyir ki, x bərabərdir 9 olduqda aşağıdakı alqoritm icrasından sonra y-in qiyməti nəyə bərabər olar? Bu həmişə
X 9-dursa, bunlardan birində ödəməlidir. Birinci şərtə baxaq. 9 kiçikdir 3-dən. Deyirik yox. 9 3-dən kiçikdir, Yox. amma 9 burada da yox olacaq. Amma burada bərabərdir şərtinə görə ödəyir. 3-ü vuracağam 9-un kvadratına. 180. 3 də 81-ə vuranda alır 243. İndi digərlərinə də baxaq. Aha. Bu suallarda necə həll eləmək lazımdır? Gəlin əvvəl bunu saxlayaq axıra. Birinci 6-cı suala baxaq. Verilmiş alqoritmin nəticəsində x plus y-ın cəmini tapın. Bu sualda necə olacaq? X-in qiyməti verib 200, y-i verib 191. Əgər şərt doğru olsa, bunu yerinə yetirəcəyik. Şərt yalan olsa, əks halda isə bu düsturdan istifadə edirəm. 200 195-dən kiçikdir, yox. Deməli, şərt yalandır. Şərt yalandırsa bunu yox, əks halda açın, yerinə yetirəcəm. Y nəyə bərabər olur? 200 plus 195 minus 1'ə. 394. Y aldım 394. Amma cavabda x plus y istəyir. X-im neçə idi? Başlanğıc qiymətim 200. X plus y də bərabər olacaq 200 plus 394-ə. Nə alarıq cavabı? 594. Belə bir sadə sualdır. Həmişə əgər birinci hissədə ödəməzsə, əks halda hissəsini yerinə yetirərik. Yox, əgər doğru olsaydı, birinci hissəni yerinə yetirərik. İndi 5-ci suala baxaq. Əsasən qəbul tipli suallardır. Bu suallarda necə ödəyirik? Əvvəl bu rəqəmləri yazırıq. 0 böyükdür. Burada hansı şərt ödəyər? X-in yerində nə olar? X-in yerində ödəyir 0-dan müsbət sonsuzluğa. Və burada şərt X-in qiyməti nələr ala bilər? Mənfi sonsuzluqdan 0-a qədər qiymət ala bilər. Və burada belə bir qayda çıxır. Deməli, qeyd edirsiniz, əgər 2 dənə şərt veribsə, mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün şərtlərdə, yəni bütün qiymətlərdə ödənərsə, bütün qiymətlərdə ödənərsə, verilmiş şərtdən bir çıxarıq. İndi biz də baxsaq ki, mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətlərdə ödəyir bu şərt. Bütün qiymətlərdə ödəyirsə nə edirik? Alınan şərtdən biri çıxırıq. Alınan şərtdən neçə dənə şərt var burada? 1, 2 dənə şərt var. 2 dənə şərt varsa 2-dən çıxaram biri. Cavab nə olacaq? Cavab olacaq 1. Amma bir dənə burada diqqət edin. Burada bərabərdir yoxdur. Bərabərdir işarəsi yoxdur. Bərabərdir işarəsi yoxdursa, deməli 0 bura daxildir. Xeyr. Xeyr. Aha, əgər bərabərdir işarəsi olsaydı, deyərdi ki, mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətlərdə ödəyir. Bütün qiymətlərdə ödəyirsə, baxırıq 2 dənə şərt var. 2-dən 1 çıxardıq. Deyərdi ki, şərt blokundan neçə dəfə istifadə olunur? 1 dəfə istifadə olunur. Amma görürük ki, burada bir dənə qiymətdə ödəmir. 0 qiymətində ödəmir. Əgər bir dənə qiymətdə belə ödəmirsə, alınan şərtlərdən biri çıxmarıq. Neçə dənə şərt var? 1, 2 dənə şərt var. Cavab olacaq nə? 2 dənə. 2 dəfə şərt blokundan istifadə edəyək. Ödəyəndə alınan şərtlərdən bir çıxırıq. Ödəməzsə alınan şərtlərdən şərtin sayı qədər götürülür. Aydındır. Bəli, müəllim. Onda 3 dənə məsələn sətr olsaydı, o zaman 3 dənə şərt olmuş olacaqdı. Yəni Aysa cavab olacaqdı 3. 3 şərt blokundan istifadə edirik. Əgər mənfi sonsuzluqdan müsbət sonsuzluğa ödəsəydi həmin şərt, o zaman 3-dən 1 çıxardı, cavab olardı 2. Əsasən mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətləri alıb almadığına baxmaq lazımdır. Gəlin bu suala baxaq. A-nı verib 10, B-ni verib 14. A-nın qiymətini istəyir. B 0-dır. Gəlirik burada yoxlayırıq. B neçədir? 4-dür. 4 bərabərdir 0-a. Deyirik yox. B nəyə bərabər olur? B çıxılsın 1-ə. 4-dən 1 çıxsam, B oldu 3. A nəyə bərabər olur? 10 çıx 3. 10 çıx 3, A oldu 7. Yenə yuxarıya gedirik.
3 bərabərdirmi 0? Deyirik yox. B nəyə Yox. bərabər olur? B-dən 1 çıxdı. 2-yə. 2-yə. A nəyə bərabər olur? 14. A da A olur bərabər olur. 5. 7-dən çıx 2 oldu 5. Hə, çıxdı. İndi bir dəfə də üçüncü dəfə də yoxlayırıq. B bərabər olur 1-ə. A da 1-ə. bərabər olur. A. A nəyə bərabər olacaq? 4'e. 5-dən çıxaram 1-i 4-ə. Dördüncü dəfə də yoxlayaq. B nəyə bərabər olur? 0-a bərabər olur. Bu zaman nə olur? 0 bərabərdirmi 0-a deyirik hə. Və son olur. A-nın qiymətini istəyirdi. A-nın son qiyməti neçə oldu? 4. A-nın son qiyməti 4 oldu. Bəs soruşsaydı ki, dövr neçə dəfə təkrarlandı, nə deyərdik? 3 dəfə. 3 dəfə təkrarlandı. Artıq dördüncüsündə cavab almışıq deyə 4-ü götürmürük. Çünki 4-də hesablama aparmadıq. Bu suala da baxaq. Bu sualda P-ni verib 4, X-ni verib 1. P nəyə bərabər olur? P vurulsun X kvadratına. P neçədir? P 4-dür. X də 1. 4 1-in vurur 1. kvadratı 1 elədi 4. X nəyə bərabər olur? X 1-dir. 1 plus 1 3. səcə. X oldu 4. İndi burada Bu. yoxlayıram. 4 böyükdürmü 5-dən? Yox. Xeyr. Yoxdursa qayıdıram bax yuxarıya. P bərabər 4 olacaq. vuraq. 4 16 o da vurulsun. 60. Vur 16. 4-ün kvadratı 16. Elədi 64. İndi gəlsək bu hissədə x nəyə bərabər olur? 4 səcə 64. 67. 67. 60. Baxa. X-in qiyməti 4 idi. Səcə 60. Hə, 4 isə 7. 4 üstü 3 gələr. X-in qiyməti 4 idi. 4-ün üstünə 3 gələrəm. X oldu 7. İndi gələrəm bu hissədə P-im 64. X-im 7-dir. 7 böyükdür Ödənir. 5-dən deyirik hə. Hə. Onda P nəyə bərabər olur? P üstə gəlsin. Bax, 74-ə. 64 son 74. X istəsəydi X nəyə bərabər olardı? 7-yə. X 7. Bu suala da baxaq. S-i neçə verib? S-i verib 0. İni verib 15, başlanğıc 9 qiyməti mənfi. 15-dir. Hər dəfə nə edəcək? Üstünə mənfi 3 gələcək. 15-in üstünə mənfi 3, 12. 12-nin üstünə mənfi 3, 9. Artıq son qiymətdə nə edirik? Dayanırıq. S nəyə bərabər olacaq? S plus i-yə. S-in qiyməti neçədir? 0 plus 15, 15. 15 plus 12, 27. Daha sonra 27 plus 9 nə verdi bizə? 36. S-in də son qiyməti olacaq 36. Aydındır. Bəli. Bəli. Gəlin bunlara aid hesablamaları Koderadan baxaq. Bu misilə. Algoritm neçədən başlayır? Müəllim, alqoritm ümumi olaraq artıq bitdi, yoxsa yəni hələ də davamı var? Yox, algoritm ümumi olaraq bitdi. Biz nəyi bildik? Algoritmin xassələrinə baxdıq. Algoritmin növlərinə, algoritmin təsvir üsullarına. Nəzəri hissəsi bitdi. İndi hesablama tiplərinə baxacağıq. Müəllimə, imtahana nəzəri hissəsi düşmür deyəsən, hə? Çox. İmtahana hesablama düşür. Hı. İndi ola bilər nəzəriyyə də düşsən. Bax, magistrlara nəzəriyyədən də düşmüşdü sual. Nəzəriyyəni də oxuyun. Nəzəriyyədən də düşə bilər. Gəlin, dimə açmışam. Koderaya baxaq. Kodera dimə nisbətən biraz çətindir. Ona görə Koderaya baxaq. Müəllim, dim əsasında düşür, yoxsa kadera kimi çətin? Belə deyək də, 30 sualdan 10 dana sual asan da olur, 10 dana sual orta olur, 10 dana sual isə çətin olur. Normal bilən tələbə 20 dənə sualı yazır, digərləri də 10 dana çətindən heç olmasa bir 7-sin, 8-in yazmalıdır.
Deyəsən mən 9 dənə deyəsən Python alqoritm ikisi bir yerdə düşür. 9 ya da 10. Bəli. Pythondan çox düşür. İnşallah gələn həftədən istəyirəm ki, Pythonu bir dəfə yox, 2 dəfə keçək. Çünki imtahana az qaldı. Hər dərsin üstündə bir dəfə duraq ki, çünki imtahana iyunun 1-i idi, səhv eləmirəmsə, düzdür? Bəli, müəllimə. Hər dərsin üzərində bir dəfə duraq, təkrara da vaxt qalsın sınavlara da. Aha, birinci suala baxaq. Burada olacaq növləri nə olacaq? Müəyyənlik və diskretlik. 2 olacaq B və D. Təsvir üsullarına da 1-ə C, 2-yə B, D, 1-ə C. Deməli, dedik ki, informasiyanın hansı təsvir üsulları var? Blok sxemlə. Qraf. Növləri hansıdır? Növləri bax, budaqlanan növüdür. Budaqlanan növü. Xassələri Xassələri hansıdır? də Müəyyənlik, verir. diskretlik xassəsidir. Təsvir üsulları növlərinə də budaqlanan getdi. Təsvir üsullarına qrafik, blok sxemlə təsvir olunur. Bir də psevdokodla təsvir olunur. İndi baxaq CA, bir də C, 2-də A, 3-də B-dir. Deməli, Y variantı proqramlaşdırma dilində təsvir üsullarına götürür. Nəyə görə? Çünki psevdokod nədir? Proqramla təsviri. Onu təsvir üsuluna da götürmək olar. Daha sonra ikinci suala baxaq. Sonlu Nəticəli qeyd nəticəvilik. Bunları ötürək, asandır, nəzəriyyədir. Nəzəriyyə hissəsini inanıram ki, oxuyub özünüz vuracaqsınız. Amma bir dənə 5-ə baxaq. 5-də sizcə hansı variant olar? Mən Deməli, bax, bu suala Müəyyənlikdir, müəllimə. deməli, müəllif Məncə deyir. də müəyyən. Baxaq, deyir, ASIM sürücülük imtahanının birinci mərhələsində uğurla keçir və praktik imtahan vermək üçün avtomobil meydançasına yollanır. ASIM-ə avtomobili təhvil verirlər və ASIM avtomobili əyləşərək mühərriki işə salır və avtomobil hərəkət etdirməyə başlayır. Həmin anda imtahan nəzarətçisi ASIM-ə imtahandan kəsildiyini söylər. ASIM praktik imtahanda alqoritmin hansı xassəsini pozmuşdur? Siz deyirsiniz müəyyənlik. Müəyyənlikdə nə var? Yəni aydın olmalıdır. Yəni müəyyənlik xassəsi burada yoxdur. Aydın, yəni heç bir şey yoxdur. Bu hansı xassə olacaq? Bu xassə olacaq diskretlik. Diskretlik necə olurdu? Addım-addım yerinə yetirilirdi. Addım, addım. Yəni bir mərhələni başa vurmalıdır. Daha sonra növbəti mərhələyə keçməlidir. Asim burada nə edir? Maşına oturan kimi kəməri birinci bağlamalı idi. Kəməri bağlayandan sonra mühərriki işə salmalı idi. Deməli, Asim nə edir? Ardıcıllığı pozdu. Ardıcıllığı pozubsa hansı xassədir? Diskretlik xassəsi. Aydındır. Bəli, müəllimə. Yəni buna əsasən 6-cı suala da baxaq. Müəyyənlik olur. Adını oxuya bilmədiyi üçün də müəyyən edə Sağ bilmir. adını oxuya bilmir, müəyyənlik xassəsi pozulur. Sen ol. Bakayım 7-yə telefonu baxaq. görüşmüş. Mən diskretlik olur. Sağ ardıcıllığı pozur, diskretlik xassəsi. Daha sonra bunları saxlayıram, özünüz işləyərsiniz. Hesablama tiplərinə baxaq. Blok sxemlərinin də hər birinin işarəsi asandır.
Bunları yaza bilərsiniz. Aha. 15-ci Müəllim, suala 10.1-dən baxaq. 15-ci suala. Sizcə burada hansı növ olacaq? Baxın, Xətti. xətti oradadır. xətti dediniz, baxaq. Deməli, riyaziyyatda belə bir qayda var ki, məxrəc nə ola bilməz? Biz 0-ı 4-ə bölərəm, deyərəm neynədir? 0 oldu. Amma məxrəc 0 ola bilməz. 4-ü 0-a bölə bilmərəm. Bu zaman nədir? Yəni xətadır. Belə bir şey ola bilməz. İndi burada baxaq, 1-i bölürəm, 1 üzərinə gəlsin, x-in kvadratına. X-in yerinə 0 da qoysam, buradakı 1 nə eləyir? Üzərinə gəldiyi üçün 1 eləyəcək. 1 böl 1 adi hesablama olacaq 1. 1 də qoysam, mənfi 1 də qoysam, yəni mənfi də olmur, kvadratdır. Bu zaman adi hesablamadır, nə olur? Xətti olacaq. Amma bu birisinə baxaq. 1-i bölürəm, 1 plus x-in kubuna. Bu kub olduğu üçün mən bura mənfi 1 qoysam, burada qoymaq olmurdu. Qoysaydım da müsbət olurdu. Burada mənfi 1 qoysam, elə mənfi 1-də qalacaq. 1-i böləcəm, 1 plus mənfi 1, məxrəc nə olacaq? Məxrəc avtomatik olaraq 0 olur. Deməli, 1-i də 0-a böləndə xəta yaranır. 0-a bölmə yoxdur. Deməli, burada şərt olacaq. Şərtimiz nə olacaq? X böyük olmalıdır 0-dan. X 0 ola bilməz. Şərt olduğu üçün də hansı növ olacaq? Əlbəttə ki, budaqlanan olacaq. Çünki şərt var. İndi 17-ci suala da baxın. Sizcə 17 hansı növə aid olar? Xətti. 17-ni xətti dediniz. Xətti deyən kim idi? Mən idim müəllimə. Ayşə. Aha, gəl baxaq. 1-i bölürəm nəyə? X-in kvadratına. Əgər mən x-in yerinə 0 qoysam, yenə burada 0-a bölmə yaranır. Əgər 1 plus olsaydı, bu zaman 0 üstünə 1 gələrdi, 1 olardı, xətti olardı. Amma burada 1 plus yoxdur axı, x kvadratdır. X kvadratın yenə 0 qoya bilərəm və 0 qoysam xəta yaranır. Deməli, burada da şərt var. X böyük olmalıdır 0-dan. Hansı növdür? Budaqlanan növdür. Aydındır. Bəli. 18-ə də baxaq. Burada da böyük C-ni böyük götürməliyik. Tam ədədlərdə deyil. Bax, burada tam ədəd deyil. Tam ədəd. Müəllimə sizə sual versin. Budaqlanan da onda. 0 tam ədəddirmi? Bəli. Əlbəttə ki. Xeyr. Yox, 0 tam ədəddir. 0-da tam ədəd götürülür. 0 tam ədəd götürdüyü üçün A plus B bölünsün C-dir. Yəni 0 tam ədəddirsə, bunlar da tam ədəddirsə, C-nin yerinə 0 da ola bilər. Yenə 0 olsa burada xəta yaranar. Deməli, C 0-dan böyük olmalıdır. Yenə şərt olduğu üçün hansı növdür? Budaqlanandır. Və tam ədədlər də yadınızda saxlayın, 0-dan başlayın. 19-cu suala baxın. Burada da budaqlanan olacaq. Xətti budaqlanan. Yox, bax burada budaqlanan olmayacaq. Nəyə görə? Burada tam ədəd deyə 0-dan başlayır. Amma natural ədədlər 0-dan başlamır. Natural ədədlər nədən başlayır? 1-dən başlayır. 1-dən başladığı üçün burada 0 olmayacaq. A plus B bölünsün C kvadrat. İstənilən rəqəm olacaq, adi hesablama olacaq. Adi hesablamadırsa nə olacaq? Xətti olacaq. Yəni heç bir şərt yoxdur. Aydındır. Bəli müəllimə. Bəli. Deməli, şərt olsa olur budaqlanan, adi hesablama olsa xətti olur. Əgər sonsuza qədər davam edirsə, bu zaman olur dövrü. Dövrü alqoritmində də nəyi yadda saxlayın? Əgər addım verirsə və ya parça verirsə, baxın, elə suallar var orada, faktorial varsa, bax bunu qeyd edirsiniz, faktorial varsa, addım varsa, parça varsa, nədir bu? Budaqlanan dövrüdür. Baxın, burada nə var? Faktorial var. Faktorial varsa avtomatik olaraq nədir? Dövrüdür. Burada da faktorial var. Faktorialdırsa nədir? Dövrüdür. Və eyni zamanda parça varsa, addım varsa, bu zamanda nədir? Dövrüdür. Deməli, yadınızda saxlayın. Dövrü olsa faktorial olur, həmçinin addım olur. Digərlərinə baxaq. 27 sizcə nə olar?
Xətti. Yox, bax burada da loqaritmə nə ola bilər? Budaqlama. Loqaritmə mənfi ola bilməz. Mənfi ola bilmədiyi üçün də olacaq nə? Budaqlana. 28-də nə olar? Bu da mənfi ola bilməz. A isə bu zamanda olacaq budaqlana. Budaqla. Aha, indi bunları saxlayıram, bunları özünüz işləyərsiniz. İndi mənfi sonsuzluqdan müsbət sonsuzluq halı demişdim. O suallara baxaq. Bax, burada da 22-ci sualda deyib ki, şərt blokundan ən azı neçə dəfə istifadə olunmuşdur. İndi burada da nə edirik? Şərtləri yazırıq. Burada nə olacaq? 6-dan müsbət sonsuzluğa. Daha sonra x bərabərdir 6-ya, mənfi sonsuzluqdan 4-ə qədər. Gördüm. İndi sizcə bu aralıq mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətlərdə ödəyirmi? Bütün qiymətlərdə Xeyr. ödəmir. Çünki 4-ə Altı qədərdir, ödəmir. 6-dır. Deməli, bax, burada 4 də ödəmirik və həmçinin burada 5 də ödəmir. Deməli, mənfi sonsuzluqdan müsbət sonsuzluğa ödəmirsə, şərtlərin sayı qədər götürürük. Neçə nə şərt var? 1, 2, 3. 3 şərt. Cavab olacaq 3. Əgər ödəsəydi mənfi sonsuzluqdan müsbət sonsuzluğa, şərtlərin sayına 1. Birinci xətt. İndi 23-ə baxın. İndi burada da yazaq ardıcıllığı. Deməli, 6-dan müsbət sonsuzluğa. Müsbət sonsuzluğa. X bərabərdir 6, 6-ya, x bərabərdir 5-ə, 5-ə. mənfi sonsuzluq 5. İndi bu mənfi sonsuzluqdan müsbət sonsuzluğa ödəyirmi sizcə? Xeyr. Niyə xeyir? Hamısı. Hə, 5 var. Ödəyir. Baxın, mənfi 6-dan müsbət sonsuzluğa, mənfi sonsuzluqdan da 5-ə qədər. 5-i də yazıblar, 6-nı da yazıblar. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa bütün qiymətlərdə ödəyir. Bütün qiymətlərdə ödəyirsə 1, 2, 3, 4. 4 dənə şərt var. 4-dən 1 çıxaram. 3 var. Şərt blokundan 3 dəfə istifadə olunur. Bax, bu aralıqda niyə tapa bilmədiniz mənfi sonsuzluqdan